Selamünaleyküm dostlar. Necəsiz uşaqlar? Selamünaleyküm, salam. Mən əla. Siz necəsiz dostlar? Selamünaleyküm dostlar. Şükür yaxşıyam, siz necəsiz? Selamünaleyküm. Oturub öpürəm nənənin əllərindən. Salam acıq. Biz ailəlikcə baxırıq. Təşəkkür edirəm. Bölümlər çox gec yüklənir. Bəli, biraz. Burada serial var. Salam. Baxırıq müdür. Öpürəm Fiko. Hansı serial? Səni mənə versələr serialı. Deməli dostlar, həftədə bizim serialımız 4 dəfə yayındadır.
Həftədə 4 dəfə, axşam saat 10-un yarısında ARB TV-də, ARB telekanalında, axşam saat 10-un yarısı yayındadır. Günel xanım, necəsiz? Azərbaycanın ən gözəl səsli xanımlarından biri. İsim necəsən isim? Çox gözəl serialdır. İmtahanda olmuşam, bəli, imtahan serialında da oynamışam. Orada da oynamışam. Mahnı oxuyun da, səhər-səhər nə mahnı? Yan görək. Səhər-səhər mahnı. Hayda səndə. Sağ ol əzim səndə. Sağ olun Günel xanım, biz də yaxşıyıq. Sizi gördük, daha yaxşı olduq. Səsi ilə, gözəlliyi ilə bizi valeh eləyən Günel xanım. Sizin çəkilişlər hər gün olur. Demək olar ki, hə. Səhər-səhər deyil, axşamdır. Oradan bugün olacaq. Bəli, bugün də axşam saat 10-un yarısında serial var dostlar. 10-un yarısında ARB TV-yə baxın. Baş üstə Ömər, baş üstə. Baxacağım, təşəkkür edirəm. Neçənci bölümdür? Valla bölümü bilmirəm, mən də heç baxa bilmirəm. Amma yayındadır da, siz baxın. Bəli, zavod sözləri əzbərləyirsiniz. Səncə insanlar niyə xoşbəxt olmur? Valla xoşbəxtlik hər insana görə dəyişir. Yəni mən ona necə cavab verim ki, insanlar niyə xoşbəxt olmur? Hər kəsin xoşbəxtlik kavramı fərqlidir. Pis vərdişin yoxdur, əsas odur. Valla siqaret çəkmirəm, araq içmirəm, qumar oynamıram.
Yəni belə şeylərim yoxdur, şükür Allah. Sizcə xoşbəxtlik nədir? Məncə xoşbəxtlik insanın çox dəyər verdiyi insanların sağlam yanında olmasıdır. Mənə görə budur. Bilmirəm başqalarına görə xoşbəxtlik nədir? Mənə görə ailəmin, sevdiklərimin sağlam mənim yanımda olmağıdır. YouTube'a niyə gec yüklənir film? Valla onu mən bilmirəm. Çünki onu yükləyən mən deyiləm YouTube'a. Ona görə o barədə fikir bildirə bilmirəm. Sağ ol Xədicə, sən necəsən? Ola bilər. Hoşumuzdur. Səni dörmək güzel Şahin. Dörmək nədir? Kinoda başrol sənsən, bəli. Salam sizi, anam çox istəyir, səbirsiz serial bildirir. Öpürəm ananızın əllərindən, Allah can sağlığı versin. Bütün valideynlərə, dünyasını dəyişənlərə də rəhmət eləsin. Anın adı nədir? Valla bilmirəm ki, anın adını bilmirəm. Linza tapırsan. Nazlı xəzəsənizdə olan bilmirəm. İndi haradasan? Avtomobildə. Şahin bəy, əgər reytinginiz yüksəlirsə 162 bölüm niyə kifayətlənirsiniz? Valla 162 bölüm əvvəlcədən yazılmış bir senaridə, yəni onun dəxli yoxdur. Serial reyting verir və yaxud da vermir. Onun reytingdən heç bir əlaqəsi yoxdur. Çünki öncədən planlaşdırılır ki, bu serial bu qədər getməlidir. Vəssalam. Yəni ona görə biraz dəyişir dostlar. Qirayəçi xeyr. Başqa da çox sağ olun, Allah amin, amin bütün valideynlərə. Yox, onun şeylə əlaqəsi yoxdur, reytinglə əlaqəsi yoxdur. Ola bilər bəlkə növbəti sezon. Əgər tamaşaçılar tərəfindən çox istənilsə və uyğun görülsə kanal tərəfindən növbəti sezon ola bilər, ikinci sezon. Xədicə, çox sağ ol. Boş-boş uzatmaqdansa elə yaxşıdır. Bəli, Nazlı Xədicə, bilmirəm, ay Əli, dincəl qardaş, mən bilmirəm axı o hansı mahnıdır. Qəşəng serialdır. Təşəkkür edirəm. İnşallah xeyirli uğurlar arzulayıram sizlərə. Çox sağ olun. Kristina. How are you, Kristina? Güllü filmə sənə çox yaraşır. Ola bilər o üçün Kasiyə Qaza. Spasiba. Güllü filmdə sənə çox təşəkkür edirəm. Artıq Türkiyədə yaşamıyorsun. Yox, Türkiyədə yaşamıram da. Ramazan, thank you so much. Həftənin 5 günü verilsə yaxşı olardı. Dostlar, həftənin 5 günü verilmir. Həftədə 4 dəfə bəsdir. Məncə. 4 dəfə bəsdir. Hələ siz 4 dəfə izləyin, biz sonra 5-ə çıxardarıq. Nə bürcüsən, əqrəb? Ay, 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 ay. Neçə bölüm çəkilir? Valla qarışıq çəkilir Əli. Serial oradan buradan çəkilir. Kristina, teşekkürlər. Thank you so much, my friend. Oradan buradan çəkildiyinə görə tam deyə bilmirəm ki, məsəl üçün sırf 70-i çəkirik və yaxud da 75-i çəkirik. Çünki qarışıq çəkirik. Məsəl üçün 84-dən çəkirik, 86-dan çəkirik, 81-dən çəkirik. Məsələn, qalıq bölümlər var, qalıq səhnələr var ki, məsəl üçün 70-dən çəkirik. Yəni bu dəyişir biraz. Haçan qutaracaq. İnşallah 162 bölüm sonra. 162 bölümdə final veririk.
İtalya very nice city. Kristina. Qabaq maraqlı idi, nə bilim valla. Qabaq maraqlı idi, indi maraqlı idi, amma maraqlıdır da yəni. Aleykum salam, aleykum salam. Salam dostlar, salam. Salam, salam, yaxşıyam, siz necəsiz? Sən fanatınam, Məhəmməd öpürəm qardaşım mənim. Özün aralısan. Bir tərəfim Qarabağ, bir tərəfim Qərb Azərbaycan. Onda mövsümə çıxasınız yəqin. Onu bilmirəm dostlar, yalan deyərəm. I am from Azerbaijan. Kristina. Live in Baku. Öpürəm, öpürəm, çox sağ ol, siz də. Şəkram aladı. Anar, necəsən qardaşım? Subaysan ki, bəli. Ağdamdan deyirəm. Maşın özünündür. Bəli. Kristina, thank you so much, Kristina. Kristina. Amma xarici vibe verirsiniz. Təşəkkür edirəm. Merhabalar efendim, nasılsınız? Ne yapıyorsun Dilek? İyi, sohbet ediyorum. Sen ne yapıyorsun? Seni görünce aldım. Ben de iyiyim, teşekkür ederim. Biz de muhabbet ediyoruz. Ne var ne yok? İyi senden. İyi. Dostlar ekranı mı beğensin? Arkadaşlar çift tıklayabilir misiniz? İlk PK'mız. Dostlar ilk oyunumuzdu. Dileğe uduzmayak. Ben de Mersin'e geldim. Dün akşam tantuni yedim ama tantuni etliydi, sevmedim. Sen eskiye dön biz deri ya. Hadi o zaman let's go. İlk hediyemiz 3 katı. 3 double guys, 3 double. Kralar uduzmayak. Değil mi ya? O sarıyor ya. Haklısın. Dayanamadım seni görünce galiba. Şunu al. Onu var. Yok var. Enes teşekkür ederim. Hoş geldin tekrardan. Onun 6 kay. İşte 30 yaşımı gösteriyorum. 3 double, 3 Ahmet'im. double. Hoş geldin Ahmet'im. 30 diyorlar, bazı diyorum 30 yaşım böyle. Ekran Dostlar uduzmayak. Dileğe uduzmayak. Salam, salam uşaqlar, salam. Skorpion. Takip edənlər çox sağ olun. Rəşad çatanda yaz, Rəşad. Çatanda yaz. Dostlar ne oldu? Uduzmuyor. Hayda, biz dileğe niye uduzuruq inşallah? Dileğe biz uduzmamalıyıq aslında, bilirsiniz də. Uşaqlar ekran bəyənin görə niyə biz uduzuruq?
Uşaqlar, hamı ekranı bəyənsin. Hamı ekranı bir nəfər kimi bəyənsin. Ha dostlar, belə serialın davamı gələcək ya sezona çıxacaq. Serial 162 bölüm sonra bitir uşaqlar. 162 bölüm sonra bitir. Fan təşəkkürlər. Qəşəng. Nədir qəşəng olan? Bitməyi istəmirsiniz davam eləsin. Sezona nə vaxt çıxır? 162 bölüm sonra dostlar dedim axı. 162 bölüm sonra bitir. Adı nədir ki? Səni mənə versələr. Çox maraqlı serialdır və siz də çox gözəl oynuyorsunuz. Təşəkkür edirəm. Gəncəliyev. Öpürəm qadan alın. Ağali. Kəlbəzəliyə serial var tez bitti. Heç olmasa geri biraz. Bir serial var tez bitir. Heç olmasa geri. Valla başa düşmürəm nə yazırsınız. Dostlar uzun aradan sonra ilk dəfə oyun oynadım. Onda da uduzuruq. Niyə? Bir tərəf Qarabağ, bir tərəf Qərb Azərbaycan. Səni mənə versələr falan, öpürəm. Uşaqlar uduzuruq ha, uduzuruq. Ekranı bəyənmirsiniz. Ən sevdiyim kinodur. Nə gözəl. Azərbaycanda belə imtahan seri olmuşum. Siz də seçmişsiniz son sezonlarda. Bəli. Düz tapdınız. Çox düz tapdınız. Siz də seçmişsiniz onu. Bəli, bəli. Düzdür. Uşaqlar uduzduq ha. İncə Sənət Universitetini ha. Bu kadar çevrim mi yoksa? Altı kalmış onu galiba. Bir onun yanına mı gidiyor? Haberleştik onunla bilmiyorum gitmem ama ya. Uzanıyorum kanka. Dilek tebrik ediyorum Cano. Görüşürüz canım dikkat et gel bay bay. Şöyle falan yapıyor. Zemra. Sako sağ ol Sako. 162. Tuğçe'ye teşekkürler Tuğçe. Arkadaşlar yarın İstanbul'dayım. Yarın İstanbul'a geliyorum. Buraya salam salam necəsən? Ne oldu biz domino ne vaxt oynuyoruz? Biz domino oynayacaqdıq. Shot'tan. Ciddi misin gel ya? Aynen yarın İstanbul'dayım inşallah. 5 gün İstanbul'da olacağım. Salam salam. İşle alakalı. Domino oynayacağıq da yadında. Dedim ki neden oynayaq? Oğlum bir dənə oynayaq da görə neden oynayaq? Shot'tan. Tuğçe teşekkür ederim. Yaxşıyam Murat sen necəsən? Türklərə oxşuyuram, teşekkür ederim. Seni bekliyoruz İstanbul'a. Açsan, teşekkür ederim. Sabah gelirsən də gəl oynayaq. Yaxşı, anlaşdıq. Onda gələndə oynayarıq inşallah. Ama telefon yoksa 101. Onu bir dənə dəqiqləşdirək də, mən bilmişim. Sağ ol Tərlan, sağ ol, sən də.
Telefon yoksa 101. 101 mütləq. Ay var. Teşekkür ederim. Teşekkür ederim Tuğçe, sen de. Bəlkə telefon. Oxumaq sizdə aktyorluq da var. Elvin, teşekkür ederim qardaşım. Salam, salam. Para lazımdır qaqa sizə. Bizdə özümüzə yetəcək qədər para var zaten qardaşım. Yo, telefonla aram yoxdur. Eybi yok, eybi yok. 101 oynuyorum. Salam, teşekkürler Rüqəyə xanım. İndi izlədim dizidə. Teşekkür ederim Günay. Necədir, xoşunuza gəldi serial? Yoxsa yox? Ey Allah, teşekkür ederim. Maşının neçədir? Nə bilim, $1000. 1700 manat. Para deyir, qaqa. Ha. Əladır, əla. Təşəkkür ederim Qafar. O rolu yaratmaq çətindir. Yo, yaratmaq Allah'a məxsusdur. Biz sadəcə oynaya bilərik. ...63 seriyalı valla devam edeyim de görək də. 162 bölüm alacaq dostlar. 162. İnşallah geç çıxırsa, aynen geç çıxır. Qarabağ, Qərb Azərbaycan. Siz halalsınız. Diana, yaxşıyam, sən necəsən? Nazlıya niyə yox dedin? Nə bilim, həyəcanlandım yox dedim Hüseyin. İnanırsan həyəcandan yox dedim. Yəni həyəcanlanıb yox dedim. Əslində mənim də ondan xoşum gəlir. Çox sağ ol, çox sağ ol. Sən ölsən kino bitər, bəli. Uğurlarını sevinək qardaş, səni sevə-sevə. Ömərov, öpürəm qardaşım, öpürəm gözlərini. Sizi sevirik. Tərlan, öpürəm qardaşım, var ol. Metabizə baxım, 63 seri yoxda gözləyirəm. Təşəkkür edirəm. Burada dizi şəklində siz hər gün əzbərləyirsiniz sözləri. Bəli. Yerində əzbərləyirik uşaqlar orada. Biz yəni evdə oxuyub getmirik, orada əzbərləyirik. Nazlı ilə var olun, xoşdular. Təşəkkür edirəm Tərlan qardaşım. Salam, yaxşıyam. Sizə nə olur bəs? Necə yəni nə olur? Gedəsən, hara gedəsən? Dostlar, bəzən sizi başa düşmürəm yazdıqlarınızı. Yadından çıxanda stop olur, təzdən bir də çəkirsən. Salam, necəsiniz? Təşəkkürlər, yaxşıyam, sizə. Şahin serial, Toja Spor, təşəkkür edirəm, minnətdarım. Rolu çox qəşəng yaparsınız, Allah razı olsun. Süper yaparsınız rolu, halal olsun, inşallah uğur olsun. Çox sağ olun, İsko. Salam, salam Asim, salam. Kinoda Nazlıya elçi gedəsən. Görək də inşallah. Çox belə şey bildirmək istəmirəm dostlar. Şahin həyatında var sevdiğin insan. Bəli, o qədər var. O kadar sevdiğim insanlar var. Her şeyin gözəl olur. Teşekkürler Tərlan, var ol qardaşım. Mənə utandırırsınız dostlar siz, valla. Mənə belə xəcalət verirsiniz siz. Yəni, gözəl sözlər deyirsiniz, Allah sizdən razı olsun. Yəni, utanıram yəni. Başka diziler de olacak inşallah. Əsl film qəhrəmana benzirsən Hollywood üçün. Bəli. Allah gözəl insanları qorusun. Amin İsko. Salam, salam aleykum. Ne olur bir de VS ata bilərsən. Onsuz da uduzuram, nə eləmək VS atım. Ara yersən. Maşındayam heç nə. Bugün çəkiliş yoxdur, bekarçılıqdır.
Bugün mənim çəkilişim yoxdur, ona görə bekarçılıqdır. Tövsiyəniz nədir dostlar? Sizcə hara getməliyəm indi? Durum hara gedim sizcə? Burnunuzu qıraqdan göstərin də. Qardaşım, burnumu qıraqdan göstərməyimi neyirsən? Əməliyyat deyil. Çəkiliş olanda gülürsünüz heç, bəli. Bəli, günah. Elə bil Allahın rahat vaxtına düşmüsünüz, üzərinizdə işləyib, təşəkkür edirəm, Allah razı olsun. Gəl Sumqayıtə, neyinəcəm Sumqayıtda? Sumqayıtə axırınız əvə, yəqin ki, 3 il qabaq gəlmişəm. Salam, utanmayın, siz buna layiqsiniz. Amin, çox sağ ol, qardaşım. Çəkildiyiniz kinonun adı nədir? Səni mənə versələr. Layiq, uduzuram, bura. Salam. Salam aleykum dostlar. Qusardan salam və aleykum salam. Bizdən də Qusar favori aktör. Təşəkkür edirəm, minnətdarım. Allah razı olsun. Paylaşmaq istəyirəm o videoları. Paylaş. Biraz gec verirlər. Gec. Arada yemək yiyir. Çox yemək yemirəm ama istəmirəm kökəlmək eləmək. Şahin, niyə cavab vermirsən? Estağfurullah, niyə gördüyümə cavab verirəm. Yandex'dən baxa bilərsiniz. Bakıdasan, bəli. Bakı şəhərindəyəm. Türkiyəyə gəl. Sabah gəlirəm Türkiyəyə. İmtahanda iştirak edən oğlansan, bəli. Ayda dəli olacam, tam oxumursunuz sözləri. Vallahi oxuyuram. Rusca təmiz bilirsən, bilmirsən? Yox, təmiz bilmirəm. Proqramın adı Yandex'i yüklüyün, baxın. 20-ci əsrin ulduzu Rasim Balayev, 21-ci əsrin ulduzu Şahin olacaq. Amin, təşəkkür edirəm qardaşım, öpürəm. Neçə yaşım var? 27. Gəlin Bakıya səni görüm, inşallah, inşallah. Əkizivi tapmışam. Ola bilər, sən hansı serialda oynuyorsan? Səni mənə versələr. Deyirəm ki, sizlə şəhid çəkdirim, sonra sevgilimi qısqandırım, olar. Məni ailə münasibətlərinizə qatmayın. Nə olar? Allah razı olsun, öpürəm kızınızın gözlərindən. Türkiyəyə həqiqi gelsən, bəli, sabah inşallah İstanbuldayım. Sabah akşam İstanbuldayım dostlar. Salam Namik, salam. Necəsiz uşaqlar? Necə gedir həyat? Həyat yorucu. Vay, niyə? Niyə yorucu? Təşəkkür edirəm, minnətdaram. Vətən üçün biz həmişə darıxırıq. Çoxdan danışmıram. Salam, yaxşıyam, sən necəsən?
Səni mənə versələr. Salam aleykum, salam aleykum, salam aleykum. Bakıda deyilsən, Bakıdayam. Bakıdayam. Dostlar, follow eləyin. Instagramdan da follow eləyin. Dostlar, 299.000 takibim var Instagramda. 300 mininci takibim kim olsa, 300 mininci adama məndən 100 manat hədiyyə. Allah hamd olsun. Yəni 300 mininci adam kim olsa Instagramda 100 manat hədiyyə verəcəm. Bu dəqiqə 299.000 takibim var Instagramda. 300 min olanda 300 mininci adama 100 manat pul verəcəm. Vallahi. Soyadımız birdir. Instagram adı elə buradakı nə idi? Makedoniyadan salam aleykum, salam. Bizdən də Makedoniyaya salam. Dostlar, dediyim kimi, əgər Instagramda 300 mininci takibim kim olsa, həmin şəxsə 100 manat pulu verəcəm. Edit üçün futbolçu adı Cristiano Ronaldo. Ronaldo. Salam. Qəşəng oynayırsan. Çox sağ olun. Allah razı olsun. Qarabağ uduzda. Günay təşəkkür edirəm. Bəli. Ayı. Salam. Dostlar, Instagramda 300 mininci takipçimə 100 manat verəcəm. Kim 300 mininci takipçim olsa 100 manat verəcəm. Bu dəqiqə 299 min takibim var Instagramda. 300 mininci takipçimə 100 manat pul. Görüm o 100 manat kimə gedəcək. Nazlı ilə evlənəcəksiniz, onu bilmirəm elə. Yaxşı, baxaram. Burada demirəm, Instagramda deyirəm, Vidadi, Instagramda 100 manat. Bəli, oynamışam. Niyə oynamamışam? Şahin, bəli, Günay. Realda sevgiliniz var? Yox. Bəli. Salam, yaxşıyam. Siz necəsiniz? Adım buradakıyla neydi dostlar? Zaten burada link var da Instagram'ın linki var burada. Edit təşəkkür edirəm, minnətdaram. Salam Əli, salam. Bəli, oynamışam, imtahanda da oynamışam. Salam.
Lalışqa təşəkkürlər. Yaxşıyam, siz yəsiz. O mən. Sizcə dost var? Var, ne yox? Ariya, təşəkkürlər. Salam Aytən, salam. Salam. Fərah, təşəkkür edirəm Fərah. Aytən, təşəkkürlər Aytən. Quliyev öpürəm qardaşımlarım. Salam, salam. Azərbaycanın Tuğkanı. Sən qardaşsan öpdüm, sağ ol qadan. Sağ ol qardaşım mən. iPhone 17'ye oxşuyuram. Doğrudan. Hər gün sənə baxıram. Hamını oxumursunuz. Hello, niyə oxumuyorsunuz? Var ol Quliyev. Qaqam çox yaraşsın, bomba oğlansan sən. Sağ ol, təşəkkür edirəm qardaşım mən. Minnətdaram, Fərah. Neçə yaşın var? 27. Allah korusun, amin hər birimizi. Allah bütün niyyəti, ürəyi gözəl olan insanları korusun. Qoyunlar ölüb, qoyunlar qırılıb. Qoyunlar ölmüb, qoyunlar qırılıb, yoxdur qoyunlar. Qoyun var. Nəbi qoyunlarımızın hamısını öldürdü. Təşəkkürlər, yaxşıyam, siz necəsiz? Asiya. Necəsən Şako? Yaxşıyam, sağ ol, sən necəsən? Fifi. Elreyn oxşuyursunuz. Dostlar, Elreyn yoxsa mən? Bir dənə deyim, mən bilim işimi. Elreyn yoxsa mən? Sən, öpürəm. Öpürəm gözlərinizdən, Allah razı olsun. Çox sağ olun. Ürəyimsiz. Sən Azərbaycanlı, bəli, Azərbaycanlıyam. Salam, yaxşıyam, siz. Razı olsun. Məni necə istəyirsinizsə, Allah da sizi istəsin. Uşaqlar, Instagramda 299.000 takibim var hal-hazırda. 300.000-ci takipçimə məndən 100 manat hədiyyə. Kim əgər 300.000-ci takibim olsa, həmin şəxsə 100 manat məndən hədiyyə. 100 manat 150 manat məndən hədiyyə. Yəni Instagramda 300.000-ci takibim kim olsa, məsəl üçün siz follow eləyəndə takip orada 300.000 oldu, məsəl üçün, sonra unfollow eləyin, təzədən takibi məsələn takip eləyəcək 300.000 oldusa yenə, mən kartı göndərirsiniz 150 manat göndərirəm. Oruçlu musun abi? Yok ya Cesur, oruç tutmadım. Azərbaycanda Aytən 300.000-ci takipçimə 150 manat hədiyyə. 150 manat. Verməyəni söyün. Yox, sən qələt eləyərsən, söyüş söyərsən, söyüş söyməsən. Salam, necəsiz? Sənin yaşına, sənin boyuna, buxunuva şey olmaz.
Sən söyüş söyə bilmərsən. Amma mən deyirəmsə, demək ki, dediyim şeyi eləyirəm. Bəlkə sən verdiyin sözləri eləmir. Takipçimə 150 manat məndən hədiyyə. Nə günə düşmüsən? Hə, görürsən də. Şako, Fidan, Ayxanım. Gözlər sənindir, ya linzadır, bəli. Görüm 300 mininci takipçim Instagramda kim olacaq və ona məndən 150 AZN hədiyyə. 300 mininci kartı atırsınız. O dəqiqə Instagrama zaten baxılır, Instagrama baxırlar. O Salam, salam. Salam dostlar, gününüz gözəl olsun inşallah. Serialınız realdır yoxsa? Realdır, bəli. Bugün takip kutusu dolacaq. Uzun sualları cavablamırsınız. Yox, niyə cavablamıram? Cavablayıram. Dostlar, ham ekranı bəyənsin zəhmət olmasa. Yuxarına 50 eləyək. Instagram adım burada var. Şahin, bəli. Dostlar, Instagram adresim burada var. Linkdən keçid edə bilirsiniz Instagrama. Instagramda 300 mininci takipçimə 150 AZN məndən hədiyyə. 14 fevral nə günüdür? Geylər günü. Qafar, öpürəm səni, öpürəm səni qardaşım. Qafardan başqa tıklayan yoxdur ekranı. Gözəl səsin var, həm də dəyərli aktyorsan. Təşəkkür ederim, Allah razı olsun. Diamond, nəyə görürsən? Abi 299 təzə oldu. Yox, nəyə təzə oldu? Zarafat edirsən, İbo. 299 mindəyəm də zaten Instagramda. 300 mininci takipçimə 150 AZN hədiyyə dostlar. Nə istəyirsiniz? Durduq yerə qardaş 150 manat kimə göndərir? Gözləriniz linzadır, xeyr. Asiya, orijinaldır, zavod. 14 fevral, hə 14 fevral bıllar günüdür. Bıllar günüdür 14 fevral. Bıl bilirsiniz nədir dostlar? Bıl sözünün mənasını bilən var, yoxsa yox? Görürsən, sevinç. Salam, salam. 175k olsa hədiyyə nə var bəs? Burada da 50 manat olsun da, okey. Burada da 50 manat. Ama Instagramda 150 manat dostlar. Diamond. Niye məhz Diamond? Dostlar, burada 175 min olanda 175 mininci takipçimə 50 manat. Instagramda 299 minəm. 300 mininci takipçimə 150 manat. Qardaş, oturduğun yerdə follow verirsən 150 manat kazanırsan. Yəni burada çox asandır da, yəni bunu başa düşmək. Adım brilyantdır. Bəs səncə özün brilyantsanmı? Yoxsa yox? $300 mininci takipçimə 150 AZN hədiyyə. Salam, salam. Ziyansız, yox, mənə niyə ziyan olur ki? Mənə ziyan olmur dostlar. Follow verirsiniz, qarşılığında 150 manat Instagramda. Film çəkilən yer aradır. Film çəkilən yer dəyişir. Yo, mən Cəllabada heç getməmişəm. Salam, salam dostlar, salam. Mənim adım Qızıldır, Allah razı olsun.
Siz də qızılsınız, siz də qızıl kimisiniz. Takipdəsiniz, nə gözəl. Həmişə takipdə qalın. Gəncəyə gəlibsiz. Lali, Gəncəyə axır zəvə nə vaxt gəlmişəm yadıma gəlmir. Bəli, bəli, sən Xəzər obrazı. Aliyeva, təşəkkür edirəm, minnətdaram. Yəni oraya nə vaxt gəlmişəm, heç bilmirəm, amma çünki Gəncədə çox yaxşı dostlarımız var, tanışlarımız var. 150 manatı nə vaxt atacağım dostlar? 150 manatı Instagramda 300 mininci takipçimə göndərəcəm. 150 Azeyn. Şahin deyirəm. Sual verirəm, cavab vermirsən. Sənin sualın gəlmir buraya əzizim. Sualın gəlsin ki, verim də cavab. Mən necə cavab verirəm? Bəli. Rəyana təşəkkür edirəm, minnətdaram. Haçandır, nə haçandır? Samir, salam, Samir. Yunis, salam, Yunis. Toy. Toy hələ yox. Xəzər, bəli. Salam, Kəlbəzərlisən qaqa. Bəli, Kəlbəzərliyəm. Salam, Şahin bəy, serial hələ davam edir. Bəli. Dostlar, serialımız həftədə 4 dəfə axşam saat 10-un yarısında. Gəncəyə gələcəksiniz, bəs bəli, gələcəm. Belə oturacaqsan maşında. Nəyim istəyirsən, sizdə oturum. Ya, harda oturum bə? Harda oturmağımı istəyirsən? Gedək gəzək, hə. Sən niyə başrolda özünü qoyursan? Dostum, başrola mən özümü qoymuram. Mənə ora seçiblər. Yəni. Burası sən, sislə çəkilmirsən üçün. Murat öldü gülməkdən. Yəni, o qədər zarafatçıl bir oğlansan ki, biz öldük yəni gülməkdən. Uğraş oğlu, uğraş. Nazlını həqiqətən sevirsən. Serialda, hə. Həyatda yox. Həyatda da yəni yox, dostumdur da həyatda, dostumdur. Diamond nəyə görürsən? Ay, brilliant. Brilliant. Realda yox sevmir. Yox, realda sevmirəm. Yalnız serialda. Salam, yaxşıyam, sən necəsən? Salam, nə yaxşıyız? Qaqa, bir Instagramda 300 mininci takipçimə məndən 150 Azeyn hədiyyə. Kim 300 mininci takipçim olsa 150 mat ondadır. Sevilay, nasılsın Sevilay? Fikirlərini açıq deyirsən deyə. Hə, gül, gül. Harasa gedəsi yerim var. Nəm gedəsi yerim yoxdur, amma yəqin çıxıb kofezat içərəm də birazdan. Bugün çəkilişim yoxdur. Sabada gəlirəm İstanbula. Sabada gəlirəm İstanbula. Çıxım, girim. Çıxım, yoxsa girim. Ha, buradayım. Ya, buradayım. Bildim, buradayım. Şükür, sən necəsən? Ara göndəri 300 mininci olduğumuzu Instagrama göndərirsiniz. Instagramda baxıram. Əgər 300 mininci takipçisizsə, followersizsə 150 manat kartınızı atıram. Abi, səni tanırım. Ola bilər. Olar. Heç bir problem yoxdur. Nazlıya niyə yox dedin? Takip attım, amma 300 mininci ola bilmədim. Abi, Zəhər, öpürəm sən, qardaşım. Mənə lazımdır ki, 300 mininci kim olsa ona düşür. 300 mininci adama.
Tez takip atıp çıxıram. Ay bizi bloka salma görək də, Diyan elə şey olur. Siz onsuz da məni takip elədiniz, eləmədiniz. Mən onsuz da səhifəm böyükdür. Mənim onsuz da Instagramda 30 gündə mənim səhifəmin aktivliyi 7 milyondur. Mən indi burada fikirləşməyin ki, follow yığıram və yaxud da nə edirəm. Sadəcə içimdən gəldi, dedim ki, 300 mininci takipçim kim olsa ona 150 manat verəcəm. Yəni burada bu 5 nəfərin, 10 nəfərin məni follow eləməyi, mənim profilimə girməyi, mənim profilimdə heç nəyi artırmır. Yəni mənim profilimin zaten aktivliyi 30 gündə milyondur, yəni başa düşdünüz necə? Yəni mənim ona ehtiyacım yoxdur ki, kimsə buradan girsin, mənə follow eləsin, ona pul verim. Elə şey ehtiyacım yoxdur. Sadəcə içimdən gəldi, belə bir şey dedim ki, yəni 300 mininci kim olsa, həmin adama mən verə bilərəm, məsələn 150 manat. Yəni budur məsələ. Yəni onsuz da yəni burada bu 5 nəfər, 10 nəfər elədi, eləmədi, heç bir şey dəyişmir zaten. Zaten mənim Instagram profilimdə aylıq profil aktivliyim yəni milyondur. 90 gündə 60 milyondur son 90 gündə. 90 gündə 60 milyon qlobaldır, yəni qlobal izlənir, yəni o deməkdir ki 90 günə çünki 60 milyon çox iddialı bir rəqəmdir. Amma 30 günə də girir də 6 milyon 500 min falan. Merhaba, sən də sevirsən kofe, bəli. Yəni onu qəti şəkildə səhv başa düşməyin ki, ay yox, nə bilim bu pulla follow yığır və yaxud da nəsə. Elə şeylər yoxdur əslində. Sadəcə içimdən keçdiyinə görə belə bir təklif elədim. 300 mininci takipçimə 150 manat hədiyyə. Xəzərnazlıya nə yox dedim, utandım, həyəcanlandım. Müğənni fikirləşirsiniz gələcəkdə. Elə mən həm də müğənniyəm də. $299.176'dır. Abuzər, sən mahnını yaz, menecerime göndər Instagramda. Instagram profilimdə zaten var menecerimin profili və nömrəsi. Ona göndər, biz komanda şəklində sənin yazdığı mahnıya baxaq. Əgər xoşumuza gəlsə, bizim tərzimizdə olsa, niyə oxumuruq ki, qardaşım? Oxuyarıq. Çox istəyərək qovuşursunuz. Ola bilər. Çox istəyirik qovuşasınız. Nə bilim. Sevilay, sağ ol Sevilay. Arkadaşlar, yarın da İstanbul'dayım. İstanbul'da olan varsa həm yerlilərdən xəbər eləsin. Instagram səhifənizin adı nədir? Dostlar, mənim Instagram səhifəm burada profilimdə yoxdur. Burada link qoymuşam axı mən. Linkdən keçid edə bilirsiniz, yoxsa yox. Mənə bir də onu deyin, çünki hamı soruşur, amma heç kim bilmir, arıqlamısınız, bəli. Aktyorun neçənci qrupda, 4-cü qrupda. İşlə bağlı. Uğurlarım olasın, sağ ol Samir, sağ ol qardaşım. Qonağım ola, hatasız təşəkkür edirəm. Olur, olur. İnşallah, inşallah dostlar. Köklük yaraşmırdı sizə, incimeyin. Yo, niyə inciyirəm ki? Aktyorluq neçənci qrupdadır, neçə bal edir? Valla bilmirəm, yadımda deyil. 4-cü qrupda, amma balı yadımda deyil. Çünki mən 10 almışdım. Ən yüksək bal almışdım, indi bilmirəm. Mən özüm ən yüksək bal almışdım. Solfegiodan da, ifadan da. Amma indi bilmirəm. İndi mən necə səni yönləndirim? Yalan yönləndirərəm. Ona görə olmaz. Hə, 5-ci qrup, üzr istəyirəm, Sadiq, yadımdan çıxıb. Gör, neçə ildir, mən 17 yaşımda qəbul olmuşam. İndi var mənim 27 yaşım, 10 il keçib üstündən. Ona görə yadımdan çıxmağı çox normaldır. Salam, salam dostlar. Joulnarin reseptdir bu Joulnarin. Bir resept adıdır. Qalib
Dostum, qayıt 300 mininci followda görəcəksən ki, 300 mininci follow kimdir? Hər adam da 300 mininci follow 300 mininci adam olduğunu mənə SS göndərsin ki, bax mən 300 mininci mən oldum. Həmin adama mən 150 manat pul göndərirəm. Yəni Instagramda. Asrara təşəkkür edirəm, minnətdaram. Siz hansı tərəfdə, hansı tərzdə? Yəni pop tərzində olar. Pop tərzində maraqlı bir şey olar. İşte aktyorluq yaxşı işləyib bacarsam işləyə bilərəm, qazancı olur. Dostlar, Azərbaycanda aktyorluqda bu qədər də düşündüyünüz qədər pul yoxdur. Dostlar, mən yayını bağlayıram. Öpürəm hər birinizi gözlərinizdən. Allah əmanət olun. Allah yaxşı insanlarımızı qorun. Öpürəm gözlərinizdən. Danışarıq. İzləmədə qalın. Çox gözəl şeylər paylaşacağım inşallah. Öpürəm sizi.